Xəbər verdiyimiz kimi mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında Azərbaycan Texnologiya Universitetinə məxsus hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də bir neçə saat sonra vəfat edib. Qafqazinfonun əməkdaşı Elgün İbrahimovun yaralı halda tapıldığı ərazidə olub. Görüntülərdən ərazinin nəzarətsiz olması məlum olur və cinayət hadisəsinin törədilməsi üçün cəlbediciliyi diqqət çəkir. Hazırda bir neçə gün öncə döyülərək öldürülən 11-ci sinif şagirdi Elgün İbrahimovun Gəncə şəhərində 3 mərasimi keçirilir. Mərasimdə iştirak edən Elgünün yaxın qohumu Samirə Zeynalova onun nümunəvi və tərbiyəli şagird olduğunu qeyd edib. Samirə bildirib ki, onlara qəfildən zəng gəlib və xəstəxanaya gediblər. Orada 18 yaşlı Elgünün vəhşicəsinə döyülərək qətlə yetirildiyini görüblər. Biz susmayacağıq. Bütün Gəncə arxamızdadır. Mərhumun anası şokdadır, danışa bilmir. Kimin uşağını o vəziyyətə salsalar danışa bilməz. Şərəf lövhəsində şəkli olan oğlan idi. Bu hadisəni törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər. Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır. Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən davakar biri olmayıb. Mərhumun qohumları sosial şəbəkələrdə cinayəti törədənlərin tapılması istiqamətində keçirilən aksiyanı da dəstəklədiklərini bildiriblər. Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb və istintaq tədbirləri davam etdirilir. Elgünün tapıldığı yerdə deyil, başqa yerdə xəsarət alması və daha sonra oraya gətirilməsi, eləcə də digər versiyalar nəzərdən keçirilir.